Vətəndaşlara ödənilən sosial yardımlar, əmək pensiyaları, əhalinin məşğulluğunun təmin olunması, bağlanılan əmək müqavilələri, həssas qruplara, şəhid ailələrinə ayrılan diqqət və daha çoxuna. Soruşun, cavab verək. Salam, hər vaxtınız xeyir olsun hörmətli dinləyicilərimiz və bizi rəsmi YouTube səhifəmiz üzərindən izləyən izləyicilərimiz, hər birinizi xoş gördük. Bugün də Soruşun Cavab Verək verilişində bir çox saylı suallarınıza cavab verməyə çalışacağıq. Mikrofon önündə sizinlə mənəm verilişin müəllif və aparıcısı Əfsanə Nəcəfova. Telefon nömrəmizi indidən xatırladıram ki, bizə qoşulmaq imkanınız olsun. 497 51 83 050 25 52 105 nömrəsi verilişimiz boyu ixtiyarınızda olacaq. YouTube səhifəmiz də aktiv hörmətli dinləyicilərimiz və izləyicilərimiz bizə həmçinin YouTube səhifəmiz üzərindən də yazmaq imkanınız var. Bugün biz təbii ki bir çox saylı suallara cavab verəcəyik. Bunların içərisində təbii pensiyalarla bağlı maraqlanan dinləyicilərimiz var. Müavinətlər həmçinin də təqaüdlərlə bağlı maraqlanan dinləyicilərimiz var ki, o dinləyicilərimizin hər birinə təqaüdlərlə bağlı da məlumatları verəcəyik ki, ümumilikdə prezident təqaüdləri kimlərə şamil edilir və kimlər bunlardan yararlana bilirlər. Bəzən vətəndaşlarımız bildirir ki, mənə 50 təyinatı aparılıb, birinci dərəcə əliləm və həmçində yaşa görə pensiya alıram. Bu zaman mən məcburammı 50-yə görə pensiya hüququndan istifadə etməyə, yəni hüququmu dəyişə bilirəmmi? Dəyişərəmsə burada nə qazanıram və yaxud da nə də uduzuram sualını verən dinləyicilərimiz olur və bu zaman mən prezident təqaüdünü ala bilərəmmi? Bir çox suallara belə suallarla müraciət edən dinləyicilərimiz var. Həmçinin bugün Beynəlxalq Əmək Günüdür hörmətli dinləyicilərimiz. İş yerlərində əməyin mühafizəsi, təhlükəsiz əmək və ümumiyyətlə bu kimi anlayışları təbii ki sizə açmağa çalışacaq verilişimiz boyu. Təhlükəsiz əmək nə deməkdir? Əməyin mühafizəsi deyiləndə insanlar nəyi başa düşməlidirlər və işə götürənin burada məsuliyyəti nədən ibarətdir? İşçinin vəzifələri nədən ibarətdir? Bir çox sualların təbii ki cavabı bugünkü verilişimizdə olacaq. Siz də bizə qoşula bilərsiniz. Telefon nömrəmizi bir daha xatırladım. Keçid alıram qonaqlarımıza. 497 51 83 050 25 52 105 nömrəsi. Həmçinin YouTube səhifəmizin şərh bölməsi aktiv olacaq. Qoşulmaq imkanınız var. Bugünkü qonaqlarımız isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək qanunvericiliyinə riayət olunmasına Dövlət Nəzarət Şöbəsinin müdir müavini Azər İsmailov, həmçinin Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin baş mütəxəssisi Ziya Bəşirli və Fondun Sosial Ödənişlər Departamentinin aparıcı mütəxəssisi Talih Qarayev bugün bizimlədir. Hər üçünüzü salamlayıram. Xoş gəlmisiniz studiyamıza. Çox sağ olun. Azər müəllim, gəlin birinci ilə sizlə başlayaq. Həmçinin mən Beynəlxalq Əmək Gününü dedim 1 may, amma həmçinin biz 28 aprel Əmək Mühafizəsi Gününü də qeyd etdik. İstərdim ümumilikdə əmək mühafizəsi anlayışını dinləyicilərimiz üçün, izləyicilərimiz üçün açasınız. Buyurun. Çox sağ olun, təşəkkür edirəm dəvət üçün. Məlumat üçün bildirim ki, bugün bütün dünyada Beynəlxalq Əmək Günü kimi qeyd olunur. Və burada eyni zamanda qeyd elədiyiniz 1-2-3 gün əvvəl, yəni 28 apreldə biz Ümumdünya Əmək Mühafizəsi Gününü də qeyd elədik və bununla bağlı geniş tədbirlər də həyata keçirildi bizim respublikamızda. Əmək mühafizəsi dedikdə nə başa düşülür? Yəni biz buna bir balaca aydınlıq gətirək. Əmək mühafizəsi iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsini, işçilərin əmək hüquqlarının qorunmasını, onların iş yerlərində, istehsalatında təhlükəsizliyin təmin edilməsini nəzərdə tutan bir tədbirlər sistemidir. Bu tədbirlər sistemi əmək mühafizəsi üzrə normalardan, standartlardan, qaydalardan və s.dən ibarətdir. Bizim ölkəmizdə də ölkəmizin yəni əsas siyasətinin prioritet verillərindən biri ondan ibarətdir ki, işçilər üçün sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin yaradılması, insan həyatının
bütün növ istehsalat fəaliyyətindən üstün tutulması və s. Yəni bu kimi məsələlər bizdə də yəni ki, qeyd etdiyimiz kimi prioritet məsələlərdən biridir. Göstərilən bu məsələlərin yəni ki, əsas məqsədi, prinsip ondan ibarətdir ki, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraiti yaradılsın, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısı alınsın, işçilər üçün normal əmək və istirahət rejimi yaradılsın, normal sanitarik gigiyenik qaydalara riayət olunsun və s. Yəni əmək mühafizəsi dedikdə bu məsələlər nəzərdə tutulur. Yəni vətəndaşın hüquqlarının birbaşa qorunması elə həmçinin əmək mühafizəsi deməkdir. Çünki vətəndaş əziyyət çəkir və əmək müqaviləsi bağlanan zaman da vətəndaşlara işə götürənin vəzifələri sırasında həmən vətəndaşa münasib ya da münbit iş şəraitinin qurulması nəzərdə tutulur. Burada hansı işlə məşğul olmaqdan asılı olmayaraq avadanlıqla təmin olunması, məkanla təmin olunması və digər hallar təbii ki var. Amma həmçində təhlükəsizliklə bağlı məqamlara da mütləq diqqət yetirilməlidir. Çünki biz diqqət yetirsək görərik ki, günümüzün bir çox hissəsi işdə keçir və iş qəzaları da qaçılmaz olur. Bu iş qəzaları zamanı da hansı vətəndaşın hansı hüquqları var, necə istifadə edə bilər bundan. Təbii ki, verilişimiz boyu bunlar haqqında danışacağıq. İstərdim həmçinin digər yenilikləri də nəzər salaq, daha sonra həmçinin mövzunu davam etdirəcəyik. Ziya bəy, sizinlə davam edək. Pensiya sahəsində təbii ki, biz yanvar ayından bu yana artımlar, indeksləşmə baş tutandan sonra bir çox dəfə artıq hesablamalar, həmçinin pensiya təyinatı və dəyişikliklərlə bağlı vətəndaşlarımızı məlumatlandırdıq. Amma təbii suallar çoxdur. İstərdim ümumilikdə ən son pensiya ilə bağlı, pensiya sahəsində biz hər dəfə istəyirik ki, hansısa bir yenilik olsun, amma xırda da olmuş olsa, nə baş verirsə, hansı işlər görülürsə, istərdim dinləyicilərimizə onu bölüşəsiniz. Xoş gördük, dinləyicilərimizi də salamlayıram, təşəkkür edirəm sizə. Yenilikdən hələ ki danışmıyor, hər şey qaydasındadır. Bilirsiniz, biz ay yekunlaşdırdıq. Gündəlik işlər davam edir. Davam edir, bəli. Keçən ayın ödənişi ödəmə qrafikinə uyğun olaraq vətəndaşlarımıza çatdırılıb. Yəni hər şey artıq belə deyək də normal vəziyyətindədir. Yenilik olduğu halda vətəndaşlarımız hər bir şəkildə məlumatlandırılacaq. Və vətəndaşlarımız Talib bəy çox səbirsizliklə əslində müavinətlərin artımını mart ayından artıq gözləyirdilər ki, martda artmış olacaq və ya hansı bir dəyişikliklər olacaq. Həmçində təqaüdlərlə bağlı da sual verən dinləyicilərimiz, izləyicilərimiz olurdu. İstərdim elə həm artımlardan danışaq ki, nəzərdə nə vaxta tutulur? Ümumiyyətlə üzümüzə gələn günlərdə biz bu sürprizi görəcəyikmi? Hərçənd gözləyirik. Baş tutacağına da əminik, amma hansı gün o sual altındadır. Həmçində təqaüdlərlə bağlı dinləyicilərimizin verdiyi sualları da cavablandıraq. Buyurun. Əfsanə xanım, mən sizi və dinləyicilərimizi salamlayıram. Hər kəsə uğurlu gün arzulayıram. Bildirdiyiniz kimi bu müavinət və təqaüdlərin artımı ilə bağlı artıq bir müddətdir vətəndaşlarımız arasında da bir mövzuda söhbətlər gedir. Maraq dairəsində təbii ki. Amma hal-hazırda bununla bağlı rəsmi olaraq bizdə məlumat yoxdur. Təbii ki, bu məlumatlar bizdə olduğu təqdirdə rəsmi səhifələrimizdən, rəsmi qurumlar tərəfindən internet resurslarında bu paylaşılacaq. Mən xahiş edərdim ki, vətəndaşlarımıza yalnız rəsmi məlumatlara əsaslansınlar, inansınlar. Bəli, təbii ki, yəni biz bu günlərdə görürük qeyri-rəsmi məlumatlar çıxır və bu məlumatlara vətəndaşlar bəzən inanıb özlərində belə deyim, ümid yaranır. Amma lakin xahiş edərdim ki, zaten bu ölkə başçımızın nəzərində olan bir sahədir, sosial sahə və bu sahədə müvafiq olaraq son illərdə artımları müşahidə etmişik. Sadəcə olaraq indi bu artımın indi vaxtını dəqiq demək bizim üçün çox çətin olduğu üçün yaxın vaxtlarda ümid edirik ki, bununla bağlı rəsmi məlumat təqdim ediləcək. Olunduğu təqdirdə biz sevə-sevə məlumatları vətəndaşlarımıza çatdırmağa hazırıq. İnşallah. Təbii dinləyicilərimizin elə bax artıq sualları gəlməyə başlayıb. Prodüserimiz bizə dinləyicilərimizin sorğularını da göndərmiş olub və burada Elxan və Mobil bəy artıq verdiyim sualı təkrarlatmağa məcbur qalıram. Pensiya və təqaüdlərdə artımlar olacaqmı yenidən sualını verirlər. Pensiyada üzr istəyirəm, artımlar olubdu. Artıq belə deyək, minimum pensiya artırılıb, pensiyalar indeksləşdirilib. Yəni belə deyək də qanunvericiliyə uyğun olaraq il ərzində bir dəfə indeksləşdirilmə var və minimuma da çatdırılma öz növbəsində.
Hörmətli dinləyicilərimiz, vakansiyalarla da bağlı məlumatlar olacaq verilişimiz boyu. Soruşan dinləyicilərimiz var. Təbii ki, vakansiyalar haqqında da harda iş var, bu haqda da məlumatları çatdıracağıq sizə. Azər müəllim, elə dediyimiz kimi bayaq münbit iş şəraiti və iş qəzaları. Burada vətəndaşın əslində bir çox hüquqları yaranır. Bəzən kütləvi informasiya vasitələrində qarşımıza çıxan bəzi videolar olur ki, biz müşahidə edirik ki, ehtiyatsızlıq ucbatından məsələn bir işçinin digər işçiyə zərər vurmasının belə deyim, şahidi ola bilirik və yaxud da digər hallar, məsələn vətəndaşın özünün ehtiyatsızlığı ucbatından hər hansı bir aparatı düzgün işlətmədiyi ucbatından baş verən qəzanı nəzərdə tuta bilirik. Bax, bu zaman həm işçiyə zərər dəyir, həm işə götürənə də zərər dəyir. Nə mənada? Çünki ola bilir ki, məsələn, vətəndaş ehtiyatsızlıq ucbatından hansısa aparatı xarab edir, amma həmçində özünə zərər dəyir. Məsələn, qolunu itirir, ayağını itirir, hər hansı bir hadisə baş verir. Bu zaman təhlükəsizlik məsələlərinin tənzimlənməsi necə aparılır? Qeyd olunmalıdır ki, istehsalatda baş vermiş bədbəxt hadisələr, qəzalar nəticəsində bəli qeyd etdiyiniz kimi işçilərin səhhətinin bu və digər formada pozulması halı baş verə bilir və yaxud da ki, ən ağır halda onların yəni ki, həyatını itirməsi, ölümü ilə nəticələnmiş bədbəxt hadisələr baş verir. Təəssüf ki, yəni istehsalat olan yerdə bu bədbəxt hadisələr də qaçılmazdır və mən sizə statistika üçün deyim ki, Beynəlxalq Əmək Təşkilatının statistikalarına görə hər il dünyada 2 milyondan çox insan istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində, yəni ki, öz həyatlarını itirirlər. Bizim ölkəmizdə də bununla bağlı qanunvericilik bazası vardır və baş vermiş bədbəxt hadisənin ağırlıq dərəcəsindən asılı olmayaraq işə götürənlər baş vermiş bədbəxt hadisənin araşdırılması, təhqiq edilməsi məqsədi ilə bədbəxt hadisə baş verən günü dərhal əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarət idarəsinə, yəni bizə Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməlidirlər, müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər və bunun əsasında araşdırmalar aparılır və burada qeyd olunduğu kimi hansı şəraitdə bədbəxt hadisənin baş verməsi müəyyən edilir və həmin bədbəxt hadisə nəticəsində işçinin gələcəkdə sosial təminatları məsələsi həll olunur. Çünki o işçilərin bu bədbəxt hadisə ilə bağlı müvafiq hüquqları yaranır. İndiki vəziyyətdə hər bir işə götürən öz işçilərini istehsalatda baş vermiş bədbəxt hadisələrdən və yəni ki, bu peşə xəstəliyindən icbari sığorta etdirilməlidirlər. Bu da yəni icbari bir xarakter daşıyır və bədbəxt hadisə baş verdikdə həmin o bədbəxt hadisə nəticəsində işçinin səhhətinin pozulması, əmək funksiyaları ilə bağlı ki, hansı ki o öz əmək fəaliyyətini yerinə yetirirdi. Bu vaxt əgər bədbəxt hadisələr baş verirsə, bu halda onlara, yəni ki, həmin o işə götürən tərəfindən ki, dediyimiz kimi sığorta olunduqlarına görə müvafiq sığorta təşkilatları tərəfindən onların itirdiyi peşə əmək qabiliyyətinin faizi nisbətində onlara, yəni ki, sığorta ödənişləri həyata keçirilir, ödənilir. Və bu istehsalat qəzalarının, istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması üçün işə götürənlərin və işçilərin özlərinin vəzifələri vardır və bu da Əmək Məcəlləsi ilə təsbit olunur. Əmək Məcəlləsinin müvafiq maddələrində bununla bağlı, yəni ki, geniş müddəalar var. Hər bir işə götürən borcudur ki, iş yerlərində müvafiq standartların, normalların, qaydaların tələblərinə əməl etməsini təmin etməlidir. Onun istehsalatında olan avadanlıqlar var, dəzgahlar var, binalar var, qurğular var. Bunların təhlükəsizliyini təmin etməlidir. Qeyd etdiyimiz kimi əvvəlcə də işçilər üçün normal və istirahət rejimi, yəni ki, təmin olunmalıdır. İşçilərə vaxtlı-vaxtında xüsusi iş geyimləri, lazım olan müddətdə və çeşidlərdə xüsusi iş geyimləri, fərdi mühafizə vasitələri ilə təmin etməlidirlər. İşçilər işə başlamazdan əvvəl və mütəmadi olaraq onlar əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılmalıdırlar ki, gələcəkdə bu cür bədbəxt hadisələrin, yəni ki, baş verməsinin qarşısı alınsın, minimuma endirilsin. Aydındır. Keçid alaq suallara, vətəndaşlarımızın artıq mesajları var. 497 51 83 050 25 52 105 və YouTube səhifəmizin şərh bölməsi aktiv hörmətli dinləyicilərimiz, bizə qoşulmaq imkanındasınız. Telefon xəttində dinləyicimiz var. İlk dinləyicimiz Anar bəy. Eşidək sizi. Bəli. Alo. Sabahınız xeyir. Hər vaxtınız xeyir Anar bəy. Buyurun. Hər birinizi doğrudan ürəkdən salamlayıram. Biz də sizə ürəkdən salam. Vallahi var olun. Nə yaxşı ki, kəş bu verilişlərimiz çox olsun. Təşəkkür edirik. Çox sağ olasınız. Azərbaycan kanalını elə bir doğma qədər sevirəm. Təşəkkür. Xanım, üzr istəyirəm. Mən sizə mesajda yazmışdım. Mən özüm
Yevlak rayonundan 1985. Adım da anlardı. Allah hepinizden razı olsun. Birinci grup Əlil kimi Rəzərif Əliyeva rəy veribdi. Komissiyamda oldu. Cavab da geldi. Klinicadan rəy almışsınız. Aha. Bəli, o 90%'lə. Mingəçevirdə komissiya oldu, yoxlandım. Getdi Bakıya, yani baxışdan da nəsə buradan gəldi, TSK gəlibdi. Sizə mesajda da var, göndərmişəm sizin mesajda. Burada bir mesajı açmışam artıq ki, səsləndirəm. Deyəsən eyni mesajı həm göndərmişsiniz, həm də bizə qoşulmusunuz. İndi də deyirəm ki, yəni birinci qrup olmuşam, ancaq gözdən əli kimi yazmayıblar. Ümumi xəstəlik yazıblar. 570 manat adam. Elə bir prezident təqaüdü 300 manat olmadı. O 200 manat. İndi siz gözdən əlisiniz hazırda, düzdür? Bəli, bəli. Gözdən əliləm, amma ümumi xəstəliklə veriblər. Bəs niyə ümumi səbəbdən əlillik verilib sizə? Gəlmişəm 28 apreldə yəni baxışa növbəyə yazıldım. Gəlmişəm. Deyirlər ki, burada bir kiçik problemdir. Ancaq bunu 4-cü günlər komissiya olacaqdı. Mən də imkanım yoxdur. Allah 2 uşaq. Yəni müayinəyə yazılmısınız da, onu da belə başa düşdüm. Yazıldım da, baxdılar, qəbul eləmədilər. Belə qəbul eləmədilər. Yenə nəticə eyni qaldı mı? Eyni qaldı. Deyir, amma bir dənə qısa proqramda problemdir. Bu əslində bir Zərif Əliyev və Əliyanın 90% gözdən əli kimi olmalıdır, ancaq olmuyor. Mən xahiş edirəm, özüm burada vertibiyada uşaqlar 2 uşaq düz istəmiş, sizə xəstə. Gözdən əlin, həm də 4-cü dərəcəli skalyoz, düz dövlətin mavinət verir, onun sayəsində gəlmişəm Bakıya. İndi Bakıdan cidəsi təzələn edirlər, nə vaxtsa 4-cü gün çağıracaq, ha vaxtsa. O da heç bir məlumat yoxdur. Çox aydındır. Anar bəy, zəhmət olmasa sizin indi əlaqə nömrəniz, mən axırıncı nömrələrini deyəcəm, 5780-dir, düzdürmü? Bəli. Və bu mesajı hazırda görürəm, sizə də bildirilib ki, əgər hər hansı bir, yəni mesajınızı oxuyacam, deməli, qərarı veriliblər artıq sizə 90%, OFP-nə görə əlilliyi olan şəxs hesab edilirsiniz və qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSK-ya yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz. Tipli bir mesaj gəlib sizə. Aydındır. Sizin əlaqə nömrəniz bizdə var. Yəni, mən sizin əlaqə nömrənizi aidiyyatı quruma yönləndirəcəm ki, amma əyani müayinədə olmuşsunuzsa artıq orada qəti qərar, sonucu qərar verilmiş olur. Dün sırağan oldum, xanım, vallahi Allah. Olduq. Dedilər ki, təzədən bunun bir komissiyası keçilir. Yenidən 4-cü gün komissiyada olmalısınız. Aydındır. Hər halda 4-cü gün o da yazmadılar. Bu da hansısa bir 4-cü günlər. Aydındır. Araşdırarıq ki, yəni sizin yenidən komissiyadan keçmə imkanınız varmı? Keçərsinizsə, yəni gözünüzlə bağlı. Yoxdan gələ bilmirəm vallahi. Ben şənbə günü çıxıb gedəcəm. Öydə 70 yaşında atam, anam xəstə, 2 uşaq xəstə, yoldaşımın əlindən tutub gəlmişəm. Özüm birinci qrup, gözüm çox narahatdır vallahi. Təzyiq, hamısı. Anar bəy, aydındır. 5780 əlaqə nömrənizdir. Mən sizin əlaqə nömrənizi əsas burada başqa bir nömrədə deyəsən bizə göndərmisiniz. Həmən mesajın üzərində. O nömrəlimə yönləndirək. Xeyr, o oranın nömrəsidir. 819, 820, 19, 20. Aydındır. O onların nömrəsidir. Aydındır. Deməli, biz deyəndə daha doğrusu aidiyyatı qurumun əməkdaşları sizə geri dönüş edənlər əlaqə nömrənizi yönləndirəcək mən aidiyyatı quruma. Yenidən araşdırsınlar. Daha da yenə oraya növbə götürmüşəm. O yəni baxışım. Online növbə. Yenə də eyni şey yazırlar. Gedəcəm, indi deyirəm ki, yoldaşım mən gedirəm. Deyir ki, 4-cü günləri gəl. O da gözünüzdə 90% görmə məhdudiyyəti varsa və sağlamlıq imkanlarında bu rəylə təsdiqlənirsə, orada hansı problemin olduğunu araşdırmaq lazımdır ki, nəyə görə məsələn sizə ümumi səbəbdən əlillik verilir birinci dərəcə? Səhvlik gedib. Aydındır. Əgər hər hansı bir texniki səhvlik varsa, yəqin ki, onu aradan qaldırarlar, elə bir problem olmaz. Təşəkkür edirik. Estağfurullah. Həmişə mənə kömək olmuş Allah haqqında. Allah hər birimizə kömək olsun. Çox təşəkkür edirik qoşulduğunuz üçün. Çox sağ olun və bizi efir vasitəsilə dinləyin zəhmət olmasa. Biz belə deyim, sizin 5780 əlaqə nömrənizi göndərəcəyik əsas quruma ki, onlar araşdırsınlar və komissiyadan yenidən keçməlisinizsə gözünüzlə bağlı. Təbii ki, həmən günü təyin edəcəklər. İndi burada vətəndaşımız bildirir, amma onun bildirdiyinin əsasında biz deyə bilirik ki, məsələn, hansısa bir günə yazmayıblar. Yazmaq ehtimalları varmı? Varsa, lap yaxşı, yəni vətəndaşımız müayinədən keçə bilər. Bəzən olur ki, vətəndaşlarımız müayinədən keçir, birinci dərəcə əlilliyi var, səhhətində daha sonra pisləşmələri başlayır, gözündə problem başlayır və yaxud da hər hansı bir səhhətindəki problem irəliləyir, amma əlillik eyni formada qalır. Bu zaman vətəndaş o səhhətindəki problemi yenidən təqdim etməlidir ki, onunla bağlı
rəy verilsin, yekun rəy verilsin. Hörmətli dinləyicilərimiz, siz də bizə qoşula bilərsiniz. 497 51 83 050 25 52 105 nömrəsi ixtiyarınızda olacaq və YouTube səhifəmizin şərh bölməsində yazmaq üçün imkanınız var bu səhifədə. Ziya bəy, istərdim yaşa görə pensiya təminatından danışaq. Biz sonuncu verilişlərimizin birində, ya bir neçə həftə bundan öncəki verilişlərimizin birində Pərvin xanımla bu mövzunu müzakirə etdiyimiz zaman çox belə səs-küyə səbəb olan bir yaşın aşağı endirilməsi ilə bağlı güzəştli şərtlərdən biz danışmışdıq pensiya hüququ olan şəxslərdən. Amma burada bütün saytlar, digər saytlar başlıqla belə bir paylaşım eləmişdilər ki, pensiya yaşı aşağı endirilir. Biz belə deyəm, bu yanlışlığı əslində biz yanlışlıq etməmişik. Hər hansı bir mövzu ilə bağlı bütün məlumatları dəqiq və tam şəkildə vətəndaşlarımıza çatdırmışıq ki, kimlərin güzəştli şərtlərlə daha erkən yaşda pensiya almaq hüququ var. Amma burada bütün belə deyə digər həmkarlarımdan xahiş edirik ki, əsaslanıb yazdığınız zaman da başlıqlar çıxartıb, başa düşürəm, oxunmasını istəyirsiniz, başa düşürəm, xəbərin maraqlı olmasını istəyirsiniz və daha çox baxış sahəsini toplamağa cəhd edirsiniz. Amma burada əsas dəqiqliyə riayət etsəz daha yaxşı olar. Çünki bizim verdiyimiz məlumatlar tamam fərqlidir. Yəni, vətəndaşların güzəştli şərtlərlə kimlərin daha erkən yaşda pensiya almaq və yaxud da müavinət almaq hüququ var. Biz bundan danışırıq. Bəzən o paylaşımdan sonra daha çox sual verən dinləyicilərimiz oldu ki, doğrudan pensiya yaşı 5 ilə endirilir. Əsasında xanımların yaşı 5 ilə endirilir. Ona görə də gəlin bir daha xanımlarımızın, bəylərimizin fərq etməz pensiya yaşı hüququndan və daha erkən yaşda pensiya hüququnu ala biləcək peşələrdən də danışaq və vətəndaşlarımızdan da danışaq. Kimlərə şamil edilir? Deməli, qanunvericilikdə nəzərdə tutulmuş pensiya yaşı bəllidir. 65 yaş kişilərdir, bugün 64 yaş qadınlarda və bu şəxslərin içində belə deyək, erkən pensiya hüququ qazanmış şəxslər də var. Hansı ki, güzəştli pensiya şərti deyirik biz ona. Bura daxildir uşaqlara görə pensiya hüququ. 5 və daha çox uşağı olan qadınların və kişilərin qanunvericilikdə müəyyən olunmuş yaş həddindən 5 il erkən əmək pensiyası hüququ, yəni digər şərtləri ödəyirsə, hüququ yaranmış olur. Qadın və kişilər deyəndə kişilərin biraz daha arxa planda qalması olur 5 uşağa görə. Maddə başqa cür tənzimləyir onu. Belə deyək də, qadınların artıq orada əgər uşaqları belə deyək, qadın himayəsinə alınıb kişiyə verilibsə, bu halda kişiyə hüquq qazanmış olur. Yəni bərabər ikisi bir yerdədirlərsə, belə deyək də, birinci qadının hüququ var. Amma qadın analıqdan məhrum olmuşsa, yəni məhkəmə qərarı əsasında ölmüş və etkin düşmüş səbəb olmuşsa. Bu da əmək pensiyaları haqqında qanunun 8.1-ci maddəsi. 8.2 ilə işçilərə münasibətdə 8.2 ilə tənzimlənir. Digər güzəştlər, yəni hansı ki, xüsusilə zərərli işlərdə, incəsənətin müvafiq sahələrində işləyən şəxslərin də qanunla müəyyən olunmuş yaş həddindən 5 il erkən hüququ yaranmış olur. Hərbi qulluqçulardır, onlarda artıq erkən yaşda tələb olunan xidməti yerinə yetirdikdə pensiya hüquqları yaranmış olur. Yəni bu güzəştlər var, kateqoriyalar var ki, qanunla müəyyən olunmuş yaşdan müvafiq illərdə, yəni erkən pensiya hüququ yaranmış olur şəxslərdə. Biz güzəştli şərtlər deyirik, amma həm də vətəndaşlarımızın təklifləri var. Son illər görürük ki, məsələn, ailələrdə uşaqların sayının 3-dən çox olması çox az hallarda görünür. Yəni 5, 6, 7, çünki müavinət hüququnu qazanmaq üçün 5-dən daha çox olmalıdır övlad sayı. Və vətəndaşlarımızın təklifi var ki, bəlkə o 3 övlada görə daha erkən yaşda pensiya hüququnu qazanan xanımlarımız vardı 57 yaşda, bir neçə il bundan öncə qanunvericilikdə dəyişiklik edildi. Bəlkə o yenidən geri qayda. Yəni 3 övlad hesablanan pensiya yaşına 3 övladın olması təsir edə, nəinki 5. Bu mövzuda fikir bildirmək... Təkliflərdir, vətəndaşlarımızın təkliflərini çatdıraq. Ümumiyyətlə, vətəndaşlarımızın təklifləri hər zaman bizim belə deyilir, nəzərimizdədir və həqiqətən də o təkliflər nəzərə alınır bəzən, yəni məntiqlidirsə, əsaslıdırsa.
Bu halda yəni qurum olaraq, qurum əməkdaşı olaraq bizim bu mövzuda belə deyək fikir bildirmək nə qədər doğrudur bilmirəm. Yəni mövzu ilə məşğul olan qanunverici layihələrini hazırlayan, qanunverici aktlarını qəbul edən müvafiq strukturlar var. Qəbul olunarsa biz icraçıyıq, biz Təbii. icra edəcəyik. Təbii. Hörmətli dinləyicilərimiz və izləyicilərimiz, siz də öz təkliflərinizi bizə deyə bilərsiniz. Məmnuniyyətlə çatdırırıq aidiyyatı qurumlara və qanunvericilikdə hər hansı görmək istədiyiniz dəyişiklik varsa, ola bilsin fikirləşirsiniz ki, bax burada bu maddə olmalıdır, bunlar əlavə edilməlidir. Bir vətəndaş olaraq mən bunları görmək istəyirəm deyirsinizsə, müraciət etmək və təkliflərinizi bildirməkdə sərbəstsiniz. Təbii ki, onların hər birini nəzərə almaq iqtidarındadır bütün əməkdaşlar və icra olunacaq. Bilin ki, vətəndaşlarımız hər zaman diqqətdədirlər. Dinləyicimiz var xəttə. Telefon nömrəmizi xatırladım. 497 51 83 050 25 52 105 və YouTube səhifəmiz var. Bizə qoşulmaq imkanınız da var, hörmətli dinləyicilərimiz. Nizami bəy, salamlayırıq sizi. Bəli. Necəsiz? Sağ olun xanım, təşəkkür edirəm. Buyurun, nədir sualınız? Xanım, çox sağ olun, sizin minnətdaram. Bax, bilirsiniz, məsələn, mən 67 yaşım oldu, deməli bu pensiyanı mən ala bilmədim. Bir ay, 2 ay aldım, ondan sonra ala bilmədim. 67 yaşınız oldu, pensiyanı ala bilmədiniz. Hansı növ pensiyadan gedir 2 ay söhbət? verildi, ondan sonra verilmədi. Hansı növ pensiyadan söhbət gedir? Əlilliyə görəmi? Yaş həddinə görə. Yaş həddinə görə 67 yaşa çatıb yaş həddinə stajınız kifayət qədər 65-dən verildi. Aha. 65 yaş tamam alanda 2 ay mən aldım. Nizami bəy, gəlin belə xırda aydınlaşdıraq ki, niyə ala bilmədiniz və bu dediyin, bəhs etdiyiniz pensiyadırmı? Çünki siz əgər yaşa görə sizə pensiya təyinatı aparılıbsa, bunun kəsilmə ehtimalı yoxdur. Ömürlükdür, yəni demək istəyirəm. Gəlin belə danışaq. Neçə il stajınız olub? Stajım olub, çox olub stajım. Neçə il olub? 40 ildən çoxdur. 40 il hansı dövrü əhatə eləyib? 2006-ya qədər dövrü mü, yoxsa ondan sonraki dövrdə də vardı mı? Yox, ondan əvvələ qədər olardı. 2006-cı ilə qədərki dövrü əhatə edib 40 il stajınız var. Aha. Və 65 yaşında da pensiya artıq çıxmısınız. 65 yaşında, bəli, pensiyanı mən çağırılıb, mən aldım. 3 ay aldım. 67 yaşında niyə pensiyanın dayandırması halı var? İndi ondan sonra mən 2 aydan sonra mən indi bu vaxta qədər ala bilməmişəm mən pensiyanı. Yəni 65 yaşınız var, pensiyanızı təyinat aparılıb, amma daha sonra almamısınız. Almamışam, bəli. Salamlayıram sizi bəy. Hansı hallarda üzr istəyirəm salam. Hansı hallarda bu kəsilə bilər və bu nəyə görə bu verilməsin? Siz indiyə qədər müraciət eləməmisiniz quruma, yəni 2 ildir pensiya almırsınız. Xidmət eləmək, ancaq xidmət eləmişəm mən açaq xidmətə. Yox, müraciət eləməmisiniz, yəni quruma ki, mənim pensiyam niyə kəsilib, soruşmamısınız? Yox, bilmirəm ona hara kimə müraciət eləmək lazımdır. İndi neçə yaşınız var? 67 yaşım var indi. İndi bəs neçə müddətdir? 2 ildə almırsınız, 65 yaş təyinat aparılırsa almırsınız. 2 ildə mən onu cəmi 3 ayın 2 ayını almış olaram. Ondan sonra almadım. Pensiya kartınız da özünüzdədir? Bəli. Üzr istəyirəm, sizə yaxşı sosial müavinət təyinatı aparılır? Heç nə, o da aparılmır. Sizin onda belə deyək də əlaqə vasitəsi və adınızı, soyadınızı, şəxsi fərdi məlumatlarınızı götürək. Biz, yəni burada texniki imkanlar mövcud deyil, təəssüf ki. Biz qayıdıb, araşdırıb, mütləq sizə geniş, ətraflı məlumat verir. Dediyiniz əgər faktlar doğrudursa, burada təəccüb doğurur. Biz sizə mütləq məlumat verəcəyik, narahat olun. Çox sağ olun, çox razı. Siz sağ olun qoşulduğunuz üçün və ömrünüzdə ilk dəfə də belə bir sual. Sağ olun. Təşəkkür, çox sağ olun qoşulduğunuz üçün. Soruşun, cavab verək. Doğrudan ömrümüzdə ilk dəfədir belə bir sual ki, və yaşa görə pensiya təyinatı aparılsın və vətəndaşın pensiyası dayandırılsın. Müxtəlif səbəblər ola bilər, dayandırıla bilər. Mən düşündüm əlilliklə bağlıdır. Ola bilsin ki, vətəndaşın əlillik müddəti bitir. Stajın düzgün müəyyən edilməməsi səbəb ola bilər.
Amma yəni vətəndaş bu 2 il ərzində yəni heç mi maraqlı olmayıb? Yəni Stajın düzgün müəyyən edilməmə niyə dayandırmısınız pensiya? Mütləq yəqin bir əsaslanması var, bir cavabı var. Heç nədən belə deyək, sosial ödəniş təyinatı kəsilmir, dayandırılmır. Stajın düzgün hesablanmaması və yaxud da ki, təqdim olunmaması halları baş verirsə belə, vətəndaşa hansısa bir cərimə olunurmu burada? Hansı, məsələn, tutaq ki, vətəndaş saxta məlumatlar verir özündən bağlı. Xeyr, elə bir hal qanun. Amma hər halda vətəndaşın kifayət qədər stajı olmasa belə, onun 65 yaşında artıq müavinət almaq hüququ var, düzdürmü? İcazənizlə burada mən buyurun. Fikrimi bildirmək istirdim. Yaşa görə sosial müavinət dedikdə burada əsas mövqelərdən biridir ki, yaşa görə əmək pensiya hüququ olmadıqda şəxsə yaşa görə sosial müavinət təmin olunur və yaşa görə müavinətin dayandırılması halı yalnız əmək pensiyası hüququ qazandıqda və şəxsin ölüm halı təsdiqləndikdə mövcud olur. Və ya da ki, bir halda ola bilər ki, şəxs əmək müqaviləsi bağladıqda, hər hansı bir əmək müqaviləsi bağladıqda, o zaman da yaşa görə sosial müavinət hüququndan məhrum olur. Yəni bu halı araşdırmaq təbii ki, indiki halda mövcud olmaq üçün Ziya müəllim də bayaq bildirdiyi kimi bunu yayımdan sonra biz araşdırıb vətəndaşa ətraflı məlumat verəcəyik. Prodüserimizdən xahiş edək ki, Nizami bəyin əlaqə nömrəsini bizim üçün qeyd etsin. Təbii ki, yenidən araşdıracaq. Çünki vətəndaşımızın dedikləri təzadlıdır. 40 il staj, belə deyək. 40 il stajla 2006-cı ilə qədər vətəndaşın o tələb olunan pensiya kapitalını toplama ehtimalı varmı? Toplayıbsa belə, yəni dediyi kimidirsə 40, yəni ümumiyyətlə 2006-ya qədər vətəndaşın 25 il sosial sığorta stajı varsa, bu halda minimum pensiyanın təmin olunmalıdır vətəndaş. İndi 40 il vətəndaşlarımız var. Yəni deyir ki, amma əmək kitabçasını görmək lazımdır, iş fəaliyyətini görmək lazımdır, sənədlərə baxmaq lazımdır. Kitabçası əsaslı olmalıdır. Yəni o qeydlər bəzən əsassız qeydlər, sonradan yəni mən bunu nəzərdə tuturdum ki, ola bilər ki, saxtalaşdırılmış qeydlər, yəni buna çox rast gəlinir. Əgər o iş yeri mövcuddursa, mövcud deyilsə, arxiv araçları əsasında təsdiqlənirsə, sadəcə o maraqlı gəldi ki, vətəndaşımız 40 il stajı başa düşdü. Ola bilsin pensiya kapitalı toplanmayıb, ola bilsin hansısa bir hadisələr var, daha doğrusu hansısa problemlər var. Tutaq ki, bunları aradan qaldırdıq, onları ləğv etsək belə, vətəndaş 65 yaşını tamamlayıbsa sosial müavinət almaq hüququ və buna niyə ödəniş aparılmır ki, bu suallar var. O sualları da araşdırmaq lazımdır ki, mümkün qədər araşdırmağa çalışacağıq. 497 51 83 050 25 52 105 nömrəsini bir daha xatırladıram. Həmçinin YouTube səhifəmizə də yazmaq imkanındasınız. Təqaüdlərdən danışdıq Talib bəy. İstərdim elə təqaüdlərə nəzərə salaq. Çünki vətəndaşımız bayaq birinci söhbətimizin əvvəlində dediyimiz kimi vətəndaşımız bildirirdi ki, mən məsələn birinci dərəcə əlilliyi yox idi vətəndaşımızın pensiya hüququnu qazandığı zaman. Yaşa görə pensiyaya çıxmışam. 392 manat da pensiya alıram hazırda və vətəndaşın indi hazırda övladları onunla bağlı müraciət edirlər və bu vətəndaşımızın ciddi problemləri var, demans xəstəsidir deyək və həkimlər də təyin edib ki, birinci dərəcə əlillik təyinatı aparıla bilər ki, bunun üçün də müraciətlər olunub və vətəndaşa birinci dərəcə əlillik təyinatı aparılıb. Bu zaman vətəndaşın artıq 2 hüququ yaranır. Yəni bu dünənə qədər topladığı stajla aldığı əmək pensiyası, həmçinin də təqaüdlə bağlı. Mən əslində əmək pensiyasını ona görə demədim ki, çünki zaten əmək pensiyasını alır. Amma digər hal var. Burada təqaüdlərin ödənişi. Vətəndaş bildirir ki, mən təqaüdü almaqdan ötürü 50-yə görə pensiyanımı seçməliyəm. Yəni buna məcburammı ki, övladları maraqlanırlar onunla bağlı, yoxsa elə əmək pensiyasında qalaraq mən təqaüd almağa davam edə bilərəmmi? Bu zaman təqaüdlərin məbləği dəyişirmi? Aha. Sual üçün bildirmək istirdim ki, şəxsin birinci dərəcə əlilliyi müəyyən olduqdan sonra vətəndaş əmək pensiya hüququna imtina etmədən birinci dərəcə əlilliyə görə, yəni orqanizm funksiyasının 81-100% pozulmasına görə əlilliyi müəyyən olmuş şəxs olduğu halda ona 200 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunur. Həmçinin olaraq həmin şəxsə birinci dərəcə əlilliyi, yəni orqanizm funksiyasının 81-100% aralığında əlilliyi müəyyən olmuş şəxs olduğu üçün qulluğa görə də ona qulluq edən şəxsə də 100 manat məbləğində belə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunur. Və bu halda hər hansı pensiyadan və imtina etmək kimi halı, yəni ehtiyac yoxdur buna. Həm pensiyasını alacaq, təbii ki 200 manat məbləğində birinci dərəcə əlilliyi olduğu üçün təqaüd alacaq
və ona qulluq edən şəxsə də 100 manat məbləğində qulluq edən şəxsə 100 manat məbləğində təqaüd ödəniləcək. Çaşdıran məqam ondan ibarətdir ki, məsələn, burada təqaüdlərin təqaüd yox, daha doğrusu pensiyanın və birinci dərəcə əlilliyə görə təyin olunan müavinətin məbləğindən gedir söhbət. Pensiyanın daha doğrusu müavinətindən yox, orada çünki vətəndaş stajla pensiyaya çıxmışdı. Deməli, yaşa görə hüququnu dəyişdirmədən təqaüd almaq imkanındadır. Əlilliyə görə bəs həmən pensiya hüququndan istifadə etsə, burada hər hansı bir məbləğ itkisi olurmu? Belə deyim, birinci dərəcə əlilliyi olan şəxslərə, yəni orqanizm 81% pozulmasına görə əlilliyi müəyyən olmuş şəxsə Ümumi səbəbdən əlilliyi. Ümumi səbəbdən, bəli. Ümumiyyətlə bunların müavinət məbləği, bu şəxslərin müavinət məbləği 270 manatdır. Artıq vətəndaş 50-yə görə pensiya hüququ varsa, burada artıq məbləğ göstəricilərlə bəli. Artıq bu yüksək məbləğ sosial göstəricilərlə nasıl yüksək məbləğ olanda təbii ki, pensiyanı seçmə hüququ var. Yəni təqaüdündə vətəndaşın heç bir dəyişiklik olmayacaq, hər bir halda təqaüdünü almış olur. Birinci dərəcə əlilliyi varsa şəxsin burada baxıma görə və onun birinci dərəcə əlilliyinə görə prezident təqaüdü qaydasında ödənilir. Pensiyaya münasibətdə vətəndaşın göstəricilərdən asılıdır. Vətəndaşın göstəriciləri hesablamada nə qədər məbləği belə deyək də qarşılayacaqsa, o da ödəniləcək. Aydındır. Və bəzən vətəndaşlarımız bax burada çaşqınlıq yaranar nədir? Təqaüd və pensiya anlayışını bir-birinə qarışdırdıqlarına görə vətəndaşlar düşünür ki, mən məsələn tutaq ki, vətəndaşımız yaşa görə pensiya alır, amma əlilliyə görə artıq həm pensiya, həmçinin təqaüdü almış olsa, o fikirləşəcək ki, mənə o əlilliyə görə verilən o nə məbləğ ki var, onun hamısı sadəcə təqaüddür. Və həmçinin də yaşa görə pensiya hüququndan istifadə edə bilərəm. Yəni əlilliyə görə də pensiya hüququ və təqaüd və üstəlik yaşa görə pensiya hüququ birlikdə mən ala bilərəm fikrində olan dinləyicilərimiz olur bəzən. Ona görə də aydınlaşdırmaq üçün bildirdik ki, vətəndaşımız məsələn əlilliyə görə pensiya hüququ varsa, yalnızca ondan istifadə edə bilər və bunun da üzərində təqaüdündən təbii ki təmin olunacaq. Pensiya, yaşa görə pensiya hüququndan istifadə edirsə, artıq onu dəyişdirmirsə, bu zaman birinci dərəcə əlilliyi varsa, ümumi səbəbdən və ya da gözdən əlilliyi fərq etməz. Bu zaman vətəndaşlar mövcud olan pensiya hüquqlarından ola bilsin ki, bir vətəndaşın bir neçə pensiya hüququ var. Yalnızca birini istifadə edə bilər. Birini istifadə edə bilər. O da hesablama nəticəsində zaten ən yüksək olanı hansıdırsa, qanunvericilikdə də öz əksini tapmışdı. Avtomatlaşdırılmış qaydada vətəndaşa o yüksək pensiya təyinatı aparılır. Hesab edək ki, vətəndaşın əlilliyi var, həmçinin də yaşa görə pensiya hüququ yaranmış olur. Yaşa görə pensiyasını hesablayanda məsələn deyirək, görürük ki, əlilliyindən daha artıq pensiya məbləği var. O halda artıq ona yaşa görə pensiya məbləği təyin olur. Və ailə başçısını itirməyə görə pensiya növü də var. Bu zaman məsələn vətəndaş ailə başçısını itirməyə görə pensiya hüququndan yararlanırsa, səhhətində problem yaranır və birinci dərəcə əlilliyi təyinat aparılırsa vətəndaşa, bu zaman ona təqaüd təyin olunurmu? Təbii ki. Yəni hər kimdə zal. Üzr istəyirəm, bu şəxsin ailə başçısını itirməyə görə məsələn pensiya hüququndan artıq yararlanır, düzdürmü vətəndaş? Və səhhətində problem yaranır və birinci dərəcə əlil olaraq artıq təyinat aparılır ona. Bu zaman vətəndaş ailə başçısına görə aldığı pensiyanı saxlayaraq, həmçinin prezident təqaüdünü də almağa yəni təyin olunur. Burada artıq bu qanunda da bu yazıldığından görürük ki, birinci dərəcə əlilliyi müəyyən olunmuş şəxsə və pensiya almaq və sosial müavinət və pensiya almaq hüququ olan şəxsə. Burada artıq əlilliyə görə pensiya hüququndan istifadə etdikdən sonra müvafiq olaraq o şəxsə həmin birinci dərəcə əlilliyi olduğu üçün təqaüd təyin olunacaq avtomatik olaraq. Aydındır. Hörmətli dinləyicilərimiz və izləyicilərimiz, gəlin indi də vakansiyalarla tanış olaq. Görək harda iş var. İş axtaran dinləyicilərimizin qulağı bizdə olsun. Həmçinin gözdə bizə izləyə də bilərlər. Azmedikon məhdud məsuliyyətli cəmiyyəti sürücü axtarır. Hörmətli sürücülər, müraciət edə bilərsiniz. Deməli, iş yeri burada Bakı şəhərində yerləşir. Təhsilin vətəndaşın tam orta təhsilli olması kifayət edir. Təbii ki, sürücülük vəsiqəsi də olmalıdır. Həmçinin iş saatları tam iş vaxtıdır. Əmək haqqı 400-500 manat arası, yaş tələbi isə 25-55-dir, hörmətli dinləyicilərimiz. Bioteach məhdud məsuliyyətli cəmiyyəti isə administratoru axtarır. Bakıda yerləşir bu iş yeri də. İş rejimi 6 günlükdür. Vətəndaşın tam orta təhsilli olması kifayət edir. İş saatları tam iş vaxtıdır. Əmək haqqı 500 manat, yaş tələbi isə 23-35-dir, hörmətli dinləyicilərimiz. Green Tech məhdud məsuliyyətli cəmiyyəti isə ambardar köməkçisi
köməkçisi axtarır. Daşkəsəndə yerləşir bu iş yeri. İş rejimi 6 günlükdür. Vətəndaşın ali təhsilli olması arzu olunandır. İş saatları tam iş vaxtıdır. Əmək haqqı 500-900 manat arası, yaş tələbi isə 22-45-dir. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi publik hüquqi şəxs isə aparıcı mütəxəssis axtarır. İş yeri Bakıda yerləşir, Səbail rayonundadır. İş rejimi 5 günlükdür. Vətəndaşın ali təhsilli olması lazımdır. İş saatları tam iş vaxtıdır. Əmək haqqı 823-1100 manat arası, yaş tələbi isə 20-55-dir. Karirap məhdud məsuliyyətli cəmiyyəti isə insan resursları üzrə kiçik mütəxəssis axtarır. Bakıda yerləşir bu iş yeri və iş rejimi 6 günlükdür. Vətəndaşların ali təhsilli olması tələb olunandır. İş saatları tam iş vaxtıdır. Əmək haqqı 400-600 manat, yaş tələbi isə 22-35-dir. Hörmətli dinləyicilərimiz, müraciət etmək imkanındasınız. Prodüserimiz bildirir ki, Həsən bəy xəttədir. Onu da eşidək çox qısa bir şəkildə və yavaş-yavaş verilişimizi yekunlaşdıracağıq. Alo. Alo. Bəli. Buyurun Həsən bəy, eşidirik sizi. Salam. Mənim pensiyaya görə sualım var. Buyurun. Mən 12 ildir pensiya alıram. 12 ildir. Bəli, 2013-cü ildən. 6 il keçəndən sonra əlavə almışam. Ki 6 il işləmişəm. Yenidən işləmişsiniz, bəli, fəaliyyət göstərmişsiniz, əlavə olunubdur. Aha. Bəli. İndi 6 ildə tamam olub. İndi yenə almalıyam. Yeni növbəti dəfə 6 il tamamlanıb. Aha, yenidən almaq hesablanmayır. Yenidən almalıyam. Məsələ bundadır ki, mən 1 il işləməmişəm. Ona görə ki, mən işdən azad ediblər. Qanunsuz. Mən məhkəməyə vermişəm, bərpa olunmuşam. Mən bərpa ediblər, təzminat almışam. İndi mən 1 il gözləməliyim, ya 6 il... İndi sizin ümumilikdə bərpa olunduğunuz müddətlə, yəni növbəti sonuncu dəfə işlə, axırıncı iş illəriniz nə qədərdir? 5 yoxsa 6 il? İndi uşaq 6 ildir. 6 ildirsə hesablanacaq, amma belə, yəni belə başa düşürük ki, şübhəlidir. Sığorta haqlarının ödənişi orada nəzərə alınır. Zaten bu proses avtomatlaşdırılmış qaydada həyata keçirilir. Orada vətəndaş 6 il deyir. Olsun ki, sığorta ödənişləri 72 ay sayında deyil. Yəni o 72 ay sayında tamamlanmalıdır ki, vətəndaşın... Vətəndaşımız həmçinin bildirir ki, o bir ili nəzərə alınırmı? Bir ili məhkəmənin qərarına baxmaq lazımdır. Məhkəmə vətəndaşın hansı tarixdən, işdən çıxdığı tarixdən bərpa eləyib işə. Bərpa eləyibsə, onun sığorta haqları ödənilib meşə götürən tərəfindən. Bu hallara... Təzminat ödəyiblər də, 15 aydır mən işləməmişəm. Aydındır. Başa düşülən. Aydındır. Araşdırmağa çalışarıq biz onu da, əlaqə nömrənizi də götürərik. Yəqin ki, verişdən sonra bütün məlumatlara baxarıq ki, burada vətəndaşımıza... İkisi də maraqlı mövzudur, bayaq ki. Sizi verişdən sonra da yaxşı işlər gözləyir, xeyirxah işlər gözləyir. Təşəkkür edirik bizə qoşulduğunuz üçün. Verilişimizin vaxtına çox az qalıb deyə məcburuq sağollaşaq sizinlə. Amma əlaqə nömrəniz artıq prodüserumuzda var. Biz mümkün qədər məlumatları sizə çatdırmağa, geri dönüş etməyə çalışacağıq, araşdırıb. Yaxşımı? Çox sağ olun sizə. Siz sağ olun, təşəkkür edirik qoşulduğunuz üçün. Və Azər müəllim, bax burada vətəndaşımız çox yaxşı bir məqama vurğuladı. Mən işdən qanunsuz uzaqlaşdırılmışdım, sonra yenidən bərpa olundum və belə bir hallar da olur. Vətəndaş əmək mühafizəsi deyək də, yəni iş şəraitində hər hansı bir xəsarətlə qarşılaşır və onu işdən çıxarırlar. Burada qanuni və yaxud da qanunsuz vətəndaşın indi sağlamlığını əsas gətirərək onu işdən çıxara bilirlər. Bu zaman vətəndaş fəaliyyət göstərməyə davam etmək istəsə? Sual aydındır. Deməli, əgər vətəndaşın bu və ya digər formada, yəni onun əmək hüquqları pozulursa, işdən kənarlaşdırılırsa və yaxud da ki, o işdən dediyiniz kimi çıxarılıbsa, artıq onunla bağlanmış əmək müqaviləsinə xitam verilibsə, vətəndaş o halda qeyd olunur ki, məhkəməyə müraciət edilib və məhkəmə onu, yəni ki, öz əvvəlki işinə bərpa eləyib və həmən o boş dayanma, yəni buraxılan iş aylarına görə də ona təzminat ödənilibdir. İndi artıq onun o pensiya məsələsinə o təsir edəcək, yoxsa o bizim əməkdaşlar ona daha yaxşı cavab verə bilərlər. Yəni mən qeyd etmək istəyirəm ki, bu bilavasitə işçinin əmək hüquqlarının pozulmasıdır və bütün bizim əməkdaşlara, bizi qulaq asan işçilərə mən buradan səslənmək istəyirəm ki, hər hansı halda
onların əmək hüquqlarının pozulması halı baş verərsə, bu halda bizim Nazirliyin 142 qaynar xətti var, ora müraciət edə bilərlər. Dost mərkəzləri üzərindən, yəni ki, müraciətlər edə bilərlər. Birbaşa əmək müfəttişinə gələrək müraciət edə bilərlər. Evdən oturub tutaq ki, yazılı şəkildə ərizə ilə müraciət edə bilərlər. İstənilən formada daxil olmuş müraciətlər bizdə icraata qəbul olunur və vətəndaşların müraciəti haqqında qanun tələblərinə müvafiq olaraq araşdırılaraq vətəndaşa cavab verilir. Aydındır. Təşəkkür edirəm hər birinizə. Verilişin vaxtı artıq diktə eləyir ki, sağollaşmaq zamanıdır, amma gəlib cavablandırmadığımız suallar qaldı. Gələn verilişlərimizdə onların hər birinə diqqət ayırmağa çalışacaq hörmətli dinləyicilərimiz. Təbii ki, siz də bizə gələn verilişlərimizdə yenidən öz suallarınızı yönləndirə, yəni ünvanlaya bilərsiniz. Mümkün qədər hər birinə cavab verməyə çalışacağıq. Bugünlük isə bu qədər və xatırladım ki, bugünkü qonaqlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək qanunvericiliyinə riayət olunmasına Dövlət Nəzarəti Şöbəsinin müdir müavini Azər İsmailov, Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin baş mütəxəssisi Ziya Bəşirli və həmçinin fondun Sosial Ödənişlər Departamentinin aparıcı mütəxəssisi Talih Qarayev bugün bizimlə idi. Hər üçünüzə təşəkkür edirəm gəldiyiniz üçün. Hörmətli dinləyicilərimiz, biz isə yavaş-yavaş verilişimizi yekunlaşdırırıq. Həmçinin bayaq elə verilişimizin əvvəlində dediyimiz kimi bugün beynəlxalq əmək günüdür. Bugün əslində ən çox zəhmətkeşlərimizi təbrik edərək verilişimizi yekunlaşdırmaq istəyirik. Zəhmət ömrün hər yerində var və zəhmətlə qazanılan heç bir şeyin dadı belə asanlıqla gələn heç nədə yoxdur. Odur ki, zəhmətinizin bəhrəsini yəni görməyinizi arzuluyuruq hər birinizə, həm özümüzə, həm də sizə. Çünki bəzən olur ki, deyirsən çox əziyyət çəkdim, amma əziyyətimin bəhrəsini görmədim. Ən gözəl hiss elə o çəkdiyin zəhmətin bəhrəsini görməkdir ki, bunu sizə, həmçində özümüzə arzuluyuruq. Bugünlük də bu qədər. Studiyada verilişin müəllif və aparıcısı Əfsanə Nəcəfova, rejissorumuz Məzahir Əliyev, prodüserimiz xanım Cəfərova, görüntü rejissorumuz isə Ramazan Ümbətov idi. Daha gözəl günlərdə görüşmək diləyilə. Hələlik.